iPhone 17 Pro seriyasında smartfonun əsas komponentləri kamera blokunda yerləşdirilib. Bu da akkumulyator üçün daha çox yerin olması ilə əlaqədardır. Bütün dizayn A19 Pro çipinin maksimal işi üçün hazırlanıb. Yeni soyutma sisteminə görə iPhone 17 Pro iPhone 16 Pro'dan 40% daha stabildir. Arxa monoblok korpusda şüşə üçün kəsik yerləşdirilib. Bu da öz növbəsində naqilsiz zərərətka üçün nəzərdə tutulub. Keramik Shield 2 haqqında artıq 100 dəfə məlumat vermişəm. Antiparıltı təbəqə öz yerində. Avtonomluğa gəldikdə isə iPhone 17 Pro tarixdə ən çox zərərətka saxlayan iPhone'lar olacaq. Infosunutlar təsdiqləndi. SM versiyalı iPhone 17 Pro'larda daha böyük tutumlu akkumulyatorlar olacaq. Video izləmək üçün əlavə 2 saat. Antiparıltılı displey təbəqəsi açıq günəş şüaları altında ekranda olanların əla oxunmasına səbəb olacaq. Pro Max-da 39 saat, Pro-da isə 33 saat video izləmə imkanları təmin edilir. Frontal kamera bütün 17 seriyalarında olduğu kimi 18 megapikseldir. Arxa tərəfdə hər 3 kamera 48 megapiksellik Fusion kameralardır. Televik 4K zoomludur. 8x-ə qədər keyfiyyət itirmədən crop oluna bilər. Kamera blokunda yeni nəsil tetra prizmalardan istifadə olunub ki, bu da görüntünün stabilizasiyasını daha da artırır. Fotosensor iPhone 16 Pro'dan 56% daha böyükdür. Sample'lara baxıb özünüz dəyərləndirin.